Salam, bugün sizlərə dəyərdən çoxalma ontogenez bölməsindən açıq tipli test tapşırıqlarının izahını verəcəm. Onlayn dərslər üçün ekranda gördüyünüz 051 447 0251 nömrəsinin WhatsApp ilə əlaqə saxlaya bilər. Nəticələr üçün isə biologiya.kimya Instagram səhifəmizə baxa bilərsiniz. Vaxt itirmədən gəlin sualların izahını verək. Deyir, çiçəyin yumurtacığında 8 ədəd yumurtacıq varsa yumurtalığında mayalanma prosesində bütün ruşeym kisələrində cəmi neçə ədəd sperm iştirak edər? İlk öncə bilməlisiniz ki, meyvə nədən əmələ gəlir? Biz bilməliyik ki, meyvə yanlığı və yumurtacıqdan ibarətdir. Yumurtalıqdan meyvə yanlığı, yumurtacıqdan isə toxum əmələ gəlir. Əgər bizim yumurtalığımızın içərisində 8 ədəd yumurtacıq varsa, deməli burada 8 ədəd toxumun əmələ gələcəyi məlumdur bizə. Hər toxum belə deyək, bunlarda 2 qat mayalanmanın da getdiyini nəzərə alsaq, bir toxumun əmələ gəlməsində və yaxud da bir ədəd yumurtacığın mayalanmasında 2 ədəd sperm iştirak edir. Bu zaman 8-i vurmalıyıq 2-yə, bu isə bizə verər 16. Sonra dişiciyin ağızcığına düşmüş bir tozcuqdan əmələ gələn tozcuq borusu və bu zaman yaranan spermlərin saylarının cəmi nəyə bərabərdir? Hər tozcuq dənəsi bir dənə tozcuq borusu yaradır. Deməli, tozcuq borusu bərabərdir 1 ədəddir. Hər tozcuqda da 2 ədəd spermi olur. O zaman 1 üstə gəlsin 2 bərabərdir edəcək 3. 1 dəqiqə 1 üstə gəlinsin 2, o da bərabərdir edəcək 3. Sonra keçək 3-cüyə. Deyir, insanın 10 cinsiyyət hüceyrəsində və somatik hüceyrəsinin bir nüvəsində cəmi neçə xromosom vardır? İlk öncə bilməliyik ki, insan haploidi 23, diploidi olacaqdır 46. 2n bərabərdir 46 olmuş olacaq. Sonra 10 dənə cinsiyyət hüceyrəsi deyirsə 10 vurulsun 23. Baxaq görək nə qədər xromosom edir? 230 xromosom edir. Daha sonra 230 xromosomun üzərinə bir dənə də cinsiyyəti soruşduğuna görə 46 gəlirik. Bu da bizə verir 276. Sonra 4-cü testimiz. Örtülü toxumlu bitkinin çiçəyində deyir, 2 qat mayalanma prosesində iştirak edən hüceyrələrdə 24 ədəd olubsa, ümumiyyətlə 2 qat mayalanma zamanı bir toxumun əmələ gəlməsində 4 hüceyrə iştirak edir. Bu 4 hüceyrədən bir toxum əmələ gələn zaman, burada bəzi qeydlər yazaq. Bir toxum əmələ gələn zaman və yaxud da əmələ gəlməz zamanı 4 ədəd hüceyrə mayalanmada iştirak edir. Bunlardan biri mərkəzi hüceyrə, biri yumurta hüceyrə, 2 dənəsi spermi olur. Sonra bir toxumun əmələ gəlməsi zamanı mayalanmada ruşeym kisəsində deyək, 7 dəfə mitoz getməlidir. Dəfə mitoz gedir. Sonra neçə qamet iştirak edir desək, 3 qamet iştirak edir. 2 spermi, 1 yumurta hüceyrə. Qısaca bir dənə bu şəkildə qeyd edirəm. Fikir versəz, mərkəzi hüceyrənin spermi götürmədik. İndi 24 ədəd hüceyrə iştirak etdiyini nəzərə alsaq, bu zaman biz bilirik ki, 24-ü neynəməliyəm mən? 4 hüceyrənin iştirak etdiyinə görə 4-ə bölməliyəm və buradan alaram ki, 6 dənə toxum yaranır. Bu çiçəyin mayalanmasında bilavasitə əvvəl ruşeym kisəsinə spermlər daxil olduqdan sonra cəmi neçə hüceyrə olar? Buradan belə də bir qeyd yaza bilərəm ki, mayalanmadan bilavasitə əvvəl artıq burada qeyd edib ki, spermlər ruşeym kisəsinə daxil olduqdan sonra, bəzən də bunu yazmaya bilər. Bilmək lazımdır ki, mayalanmadan bilavasitə əvvəl. Məsələn, biz bilirik ki, bu şəkildə olur da, haploid, ortada bir dənə mərkəzi hüceyrə. Artıq spermlər də içəri daxil olmuş olur. Mayalanmadan bilavasitə əvvəl içəridə 9 ədəd nüvə hüceyrə olur deyə bilərik. İndi deyir ki, 6 dənədir. Hər birində də
9 ədəd olduğunu nəzərə alsaq, bu zaman 6 vurulsun 9 bərabərdir, edər 54. Növbəti keçək digər sualımıza, hansı ki 6 nömrəli, yox 5 nömrəli. Başlayaq buradan qeydlər yazmağa. Deyir, cədvələ əsasən x-in qiymətini müəyyən edin. Toxum var. Toxumun rüşeym hüceyrəsində xromosom yığımı 21-dir. Rüşeym özü mayalanmadan əmələ gəlir. Mayalanmadan əmələ gəldiyinə görə diploiddir. Endosperm isə xromosom yığımı 3N'dir. Qabıq hüceyrəsi növbənin xromosom sayı, qabıq toxumun qabığından söhbət gedir. Toxum mayalanmadan yarandığına görə bu da diploid götürülür. İndi bizdən isə istədiyi burada olan xromosom sayını tapmamız istəyir. Burada fikir versəz 2-in bərabərdir 21 yazdıqda sanki normal görünmür gözə. Bu nə zaman olur? Hansı ki bu bitkilər çarpaz tozlandıqda. Çarpaz tozlandıqda. İndi burada qeydlərimizi gəlin aparaq. Yeni bir səhifə açaq. Biz bilirik ki, mərkəzi hüceyrə bərabər olur 2 ədəd nəyə? Yumurta hüceyrəyə. Sonra mərkəzi hüceyrə ilə sperminin cəmi mənə verir endosperm. Bəs yumurta hüceyrə ilə sperminin cəmi mənə verir? Zigot verir. İndi mən mərkəzi hüceyrə olan yerdə, bu hissədə gətirib 2 ədəd yumurta hüceyrə və yaxud da başqa sözlə mərkəzi hüceyrənin yerinə yumurta hüceyrə üstə gərək yumurta hüceyrə yaza bilərəm. Yumurta hüceyrə üstə gərək yumurta hüceyrə. Çünki mənim mərkəzi hüceyrəm 2 ədəd nəyə bərabərdir? Yumurta hüceyrəyə. Ona görə yazdım belə. Sonra üstə gəlirəm spermi bərabərdir endospermə. İndi mən gətirib burada yumurta hüceyrə üstə gəl sperminin yerinə də burada yazılan kimi zigot qeyd eləsəm olarmı? Ola bilər. Onda nə olar? Yumurta hüceyrə üstə gəlinsin zigot bərabərdir endospermə. İndi yumurta hüceyrənin neçə olduğunu bilmirəm. Bu buradaca durur. Zigotun yerinə gətirib 21 yaza bilərəm. Endospermə 33 verilib 33 qeyd eləyə bilərəm. Bu zaman yumurta hüceyrənə bir x desəm, buradan x bərabərdir olar. Deməli 12. Mən də bilirəm ki, qabığın, yəni toxumun qabığının xromosom yığımı ananınkına bərabərdir. Mən burada haploidi tapmış oluram. Buna görə də mənim 2N'im bərabər olmuş olur. Deməli 24-ə 2-in bərabəri 24 olur. Bu şəkildə. Sonra növbəti keçək 6-cı sualımıza. Deyir, cədvələ əsasən x, y-in sayını hesablayın. Bölünmədən bilavasitə əvvəl hüceyrədə xromatid sayı, meyozun birinci bölünməsindən sonra əmələ gələn hüceyrələrdə xromosom sayı, meyozun ikinci bölünməsindən sonra əmələ gələn hüceyrədə xromatid sayını hesablayın. Deməli, bölünmədən bilavasitə əvvəl hüceyrədəki xromatid sayı nə dərəcə olur? Bölünmədən bilavasitə əvvəl interfazadır. İnterfazada hüceyrədəki xromatid sayı düstur 2N 4C vəziyyətində olur. Meyozun birinci bölünməsindən sonra əmələ gələn hüceyrələr, meyozun birinci bölünməsindən əmələ gələn hüceyrədə N 2C vəziyyətində olur. Yəni burada N bərabərdir 10-dur. İndi deyir, meyozun ikinci bölünməsindən sonra əmələ gələn hüceyrələrdə xromatid sayı. Onda da N C vəziyyətində olur düsturumuz. Deməli, burada 10 dənədirsə, məndən burada x 4C'nin yeridir. Ona görə x olacaq 40. Burada isə y olmalıdır. Deməli, 10. Və məndən də x plus y cəmini istəyir. 10 üstə gəlinsin 40 bərabərdir, edər 50. 6 nömrə sualımızda. Sonra 7. Deyir, çiçəyin yumurtacığında 2 qat mayalanmada iştirak edən erkək qametlərin sayı 12-dir. Bayaq qeyd etdim ki, 2 qat mayalanma zamanı 2 dənə sperm iştirak edir. Gəl 12-ni 2-yə bölək görək burada nə qədər mayalanma gedib? 6.
Bu yumurtacıqdakı yumurtalıqdakı yumurtacıq sayını hesablayın. Elə 6 edir cavab. Sonra keçək 8-ə. 2 qat mayalanmadan bilavasitə əvvəl rüşem kisəsində cəmi haploid xromosom yığımlı neçə hüceyrə var? Burada diqqətlə fikir versəz tam şəkildə görərsiniz ki, burada 9 hüceyrə var. Haploid, 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 haploid. Onlardan 8-i haploiddir. 1 dənəsi diploiddir. 2 qat mayalanmadan bilavasitə əvvəl rüşem kisəsində cəmi neçə deməli haploid oldu? 8 ədəd. Sonra 9. Cədvələ əsasən deyir X-in qiymətini tapın. Heyvan hüceyrəsində mitoz bölünmənin profaza mərhələsində. Heyvan hüceyrəsidir, mitoz yolla bölünür. Profaza mərhələsində düstur 2n 4c vəziyyətindədir. Deməli, burada 2n-imiz 8-ə bərabərdir. Sonra xromosomdakı DNT zəncirlərinin sayını istəyir. Onda 4c də bərabərdir, 16 olmuş olar. 9-da cavab yox. 16 yox. Bir dəqiqə. Xromosomdakı DNT zəncirlərinin sayı. Aha. Zəncir 2 dənədir. Mən bilirəm ki, 4C, yəni D və yaxud da D də yaza bilərəm. 4D bərabərdir. Olur 16. 4 dəfə artıq. 16. Hər DN xromosom da belə deyək də DNT-də 2 zəncirli olduğuna görə 16-nı da vurmalıyım ki, o da mənə verər 32 cavabını. Sonra 10. 40 xromosoma malik ana hüceyrənin mitoz bölünməsi nəticəsində əmələ gəlmiş qız hüceyrələrdə cəmi neçə xromosom olar? 40 xromosoma malik. Deməli, onda 2n bərabərdir 40-dırsa, mitoz bölünmə nəticəsində əmələ gəlmiş qız hüceyrələrdə deyir. Hər hüceyrədə 2n elə 40-dır. 2n 40-dır. Bu zaman 2 qızda bir yerdə olanı istəyir. O da 80 etmiş olar. Növbəti. Bu tip testlərdə fikir vermək lazımdır ki, baxın, görün, ana hüceyrəmi deyir. Daha doğrusu qız hüceyrəmi deyir. Qız hüceyrələrdəmi deyir. Bunlar bizim üçün vacib məqamlardır. Gələk 11-ə. Deyir, 12 xromosoma malik ana hüceyrənin mitoz bölünməsi nəticəsində əmələ gəlmiş qız hüceyrə neçə xromosomlu olar? Əgər ananın 2n-i bərabərdir 12-dirsə, mitoz bölünmədən əmələ gələn qızda da 12 hüceyrə olur. Burada amma arxada cavabda səhvlik var ya da testin özündə səhvlik var. Burada hüceyrə deyir, amma hüceyrələrin cavabını götürür. Ona görə də bunda 12 vurursun 2, 24 etməlidir. Sonra keçək 12-yə. Deyir, n-lə m-in cəmi 60 olarsa, x-in qiymətini hesablayın. Toxumluqdur. Böyümə mərhələsinin ilkin cinsiyyət hüceyrələrinin sayı x-dir. Yetişmə mərhələsində əmələ gələn qametlərin sayı y-dir. N-dir daha doğrusu. Böyümə mərhələsində olan ilkin hüceyrələrin sayı 4 dəfə artaraq qametə çevrilir toxumluqda. Amma yumurtalığa 2x qədər hüceyrə daxil olubsa, elə 2x qədər də nə olmuş olur? Qametə çevrilmiş olur. N-lə m-in yerinə 4x üstə gələk 2x bərabərdir 60 yazsam, bu zaman x bərabər olmuş olar nəyə? 10-a. Bizdən də x-in qiymətini hesablamamızı istəyir. X-in qiyməti də elə 10-dur. 13. Diploid xromosom sayı 48 olan canlının, diploid xromosom dəsti, yəni 2n 48 olan canlının yumurtalığının yetişmə mərhələsində, mərhələyə fikir verək, yetişmə mərhələsində meyoz prosesində 6 hüceyrə bir xromatidli xromosomlar qütblərə çəkilibsə, bu mərhələnin sonunda əmələ gələn yönəldici cisimciklərdə cəmi nə qədər xromosom olar? Əgər 6 dənə hüceyrədə bir xromatidli xromosomlar çəkilibsə qütbə, bilməliyik ki, biz birinci meyoz gedəndə bu hüceyrə ortadan 2 bölündükdə 2 dənəsində bir xromatidli xromosomlar çəkilir. Əgər 6-sında çəkilirsə, 6 dənə hüceyrədə fikir versəz 1, 2, 3, 4, 5, 6. Deməli, o zaman burada 3 dənə hüceyrə daxil olubdur.
3 hüceyrə. Normalda bir hüceyrənin 3 dənə yönəldici cisimciyi əmələ gətirirsə, 3 dənədə də 9-u əmələ gələr. Hər birinin də haploid xromosom dəsti olduğunu nəzərə alsaq, 9 vuraq 24, 9 vurulsun 24, bu da bizə verər 216. Sonra gələk 14-ə. Deyir, 2-in bərabərdir 42 olan xromosomlu öz-özünə tozlanan bitkinin endosperm 10 hüceyrəsində cəmi neçə xromosom olar? Mən birincisi bilməliyəm ki, öz-özünə tozlanırsa bunun 3N-i neçə olacaqdır? Bunun 3N-i olmuş olur 72-yə, əgər 2N 42-dirsə. Bunda 10 hüceyrə dediyinə görə, ya da bir dəqiqə dayanın, N bərabərdir 21, onda 3N bərabərdir, onlar nə qədər? 3, 63 olar. 63-dürsə, 10 dənə hüceyrədə də 63 vurulsun 10 bərabərdir 630 ədəd hüceyrədə xromosom var imiş. Sonra gələk 11-ə. Daha doğrusu 15-ə. Ana tozcuq hüceyrələrin deyir sayı 5-dir. Mikrosporların sayı. Biz bilirik ki, ana tozcuq hüceyrəsi bir dəfə meyoz keçirərək mikrosporları əmələ gətirir. Onda 4 hüceyrə yaranırsa, X-in qiyməti olur 20. X-in qiyməti olur 20. X-in qiyməti 20-dir. Mikrogametlərin sayını, mikrosporların sayı oldu 20. Mikrogametlərin sayı da olur 20. Həmin orada olan spermilərin sayı isə hər qametin, mikrogametin içində 2 spermi olur. Ona görə də 40 ədəddir. Bizdən 20 üstə gələk, 20 üstə gələk 40. Bunun cəmini istəyir. Bu da 80 vermiş olur. Gələk 16-ya. Deyir, yanlış ifadələri müəyyən edin. Çox hüceyrəli heyvanların ontogenezi zamanı mayalanmış yumurta hüceyrə, yəni zigot haqqında danışacaq. Bölünərək blastomer əmələ gətirir, düzdür. Enini istiqamətdə 4 hüceyrə bölünür. 4 hüceyrəyə bölünür. Eninə istiqamətdə 4 hüceyrəyə bölünür. Birinci bir dənə zigot olur, elə deyilmi? Sonra bu bir dənə zigot uzununa bölünür ikisini, 2 dənəsi uzununa bölünür 4-ünü, 4 dənəsi eninə bölünərək 8-ini əmələ gətirir. Burada deyir, enini istiqamətdə 4 hüceyrəyə bölünür. Enini istiqamətdə 8 hüceyrəyə bölünür. Səhvdir 2. Sonra meyoz bölünməyə məruz qalırlar. Blastomerlər, yəni zigot alınanda meyoz yox, mitoz bölünməyə alınır. 2-3 səhvdir. Uzunluğu istiqamətdə 2 hüceyrəyə bölünür. Baxın, zigot. Uzunluğuna istiqamətdə 2 hüceyrəyə bölünür. Bəli. Mitoz yolla bölünür. Bəli. Burada səhv olan cavablar, yəni yanlış olanlar 2 və 3 nömrəli ifadələrdir. Növbəti, davam edək 17-yə. Deyir, hüceyrədə bir ədəd hüceyrə mərkəzi olur. Hüceyrədə bir ədəd hüceyrə mərkəzi olur. Hüceyrə mərkəzi bir-birinə perpendikulyar yerləşən və tel-tellərinin əmələ gəlməsində iştirak edən membransız orqanoiddir. Bu sayı nə zaman bir ədəd olur? Biz bilirik ki, hüceyrə artıq çoxalmağa başladıqda burada bunun sayı ikiləşmiş olur. Yəni, interfaza başlayanda, bəli, interfazanın əvvəlində hələ ki, bunun sayı bir ədəddir. Ona görə biri götürərəm. Interfazanın sonunda artıq bu ikiləşmiş olur, götürmürəm. Telofazadan bilavasitə sonra telofazadan bilavasitə sonra artıq bunların sayı da təkləşmiş olur. Bunu da götürə bilərəm yeni hüceyrələrdə. Anafaza başlayanda, xeyr, orada da 2-dir. Anafazanın sonunda da 2-dir. Profazadan sonra da 2-dir. Burada cavab 1 ilə 3 olmuş olar. Keçək 18-ə. Deyir ki, həm mitoz bölünmənin, həm də meyoz bölünmənin, meyozun birinci bölünməsinin profazasında baş verir. Yəni, həm mitozun, həm də meyozun profazasında baş verənlərə baxmalıyıq. Deyirik ki, xromatidli xromosomların spirallaşaraq yoğunlaşması, bəli, bunlar artıq interfazada xromatidlərini ikiləşdiriblər. Bölünmə vətərlərinin yaranması, bəli, hər ikisində bölünmə vətərləri əmələ gəlir. Həm nüvə pərdəsi və nüvəciyin yaranması, nüvəcik yaranmır, nə nüvə pərdəsi yaranmır. Bunlar profazada yox, telofazada baş verir.
Homoloji xromosomların bir-birinə yaxınlaşaraq uzunluqlu söykənməsi, homoloji xromosomların bir-birinə yaxınlaşması konjugasiyadır. Bu gedir meyozda. Homoloji xromosomlar arasında gen sahə mübadiləsi də gedir meyozda, mitozda getmir. Sentriolların hüceyrənin qütblərə çəkilməsi bu da ola bilər. Yəni bu da düzdür. Cavab burada 1, 2, 6-nı götürmüş olacağıq. Növbəti keçək 19 nömrəli sualımıza. D şəkildə əsasən mitoz bölünmənin baş verən proseslərin ardıcıllığını müəyyən etməliyik. İlk öncə burada fikir versəz, əvvəlcə nə gəlməlidir? Görürsüz, hələ hüceyrənin nüvəsi yavaş-yavaş qırılmağa, parçalanmağa başlayır. Hüceyrə mərkəzləri ikiləşib. Deməli, əvvəlcə 3 olmalıdır. Ardından hüceyrə mərkəzləri yavaş-yavaş qütblərə çəkilir. Xromosomlar görünməyə başlayır. Onun ardından metafaza başlayır 4. Metafazadan sonra qütblərə çəkilmə anafaza başlayır. Ən sonda isə telofaza olur. Hüceyrələr bir-birindən ayrılır. Ardıcıllıq 3, 1, 4, 2, 5 şəklindədir. Gələk 20-yə. Bal arısı ailəsində mayalanmış yumurtadan əmələ gəlir nə? Biz bilirik ki, dişinin mayalanmamış yumurtasından erkəklər əmələ gəlir, haploid xromosomdur. Mayalanmış yumurtadan isə dişilər əmələ gəlir. Deyir, ana arı yarana bilər, bəli. Haploid xromosom yığımındadır, xeyr. İşcar ola bilər, bəli. Əgər mayalanmış yumurtadan əmələ gələn arıları arı südündən baxılırsa, qidalandırılırsa ana arı olur. Yox, 3 gün arı südü ilə, digər günlərdə isə polenlə, belə deyək də, qidalandırılırsa, bunlar işçi arılara çevrilir. Diploid xromosom yığınına malik olan arılardılar. Bəli, diploiddir. Erkək arılardılar. Xeyr. Burada cavab 1, 3, 4 olacaq 20-də. Sonra 21. İnsanın endoderma mənşəli orqanlarını seçin. Endoderma mənşəli orqanlarımız buradan verilənlərdən bir qaraciyər olmalıdır. Bir də səhv etmirəmsə olmalıdır məddə altı vəzi. Sonra keçək növbəti 22-yə. Deyir, nöqtələrin yerinə uyğun gələn ifadələri düzgün ardıcıllıqla müəyyən edin. Deyir, çiçəkli bitkilərdə erkək gametofit, erkəklərə mikrospor deyirik biz buna. Mikrospordan olub tozcuq dənəciyindən əmələ gəlir. Yox, çiçəkli bitkilərdə erkək gametofit mikrosporlardan olub və yaxud da makro olur. Bitkilərdə erkək gametofit makrospordan olub nədən əmələ gəlir? Yox, tozcuq dənəciyi olub əmələ gəlir mikrospordan. Cümləni bu şəkildə quraq. Deyir, düzgün mülahizələri seçin. Çox hüceyrəli orqanizmlər yalnız cinsi yolla çoxalır. Çox hüceyrəli orqanizmlər xeyr, yalnız cinsi çoxala bilməz. Cinsi də ola bilər, qeyri-cinsi də ola bilər. Dolayı inkişafda sürfə mərhələsi olur, bəli olur. Tumurcuqlanma yolu ilə çoxala bilən çox hüceyrəli heyvanlar mövcuddur, bəli. Məsələn, götürə bilərik biz hidranı. Sporla qalın qılaf örtülmüş bir haploid hüceyrədən ibarətdir. Qalın qılafla örtülmüş ola bilərmi? Bəli, ola bilər. Sonra sarılığı az olan yumurta hüceyrələrdə yalnız ruşeym diski bölünməyə məruz qalır. Xeyr, əksinə çox olanlarda ruşeym diski bölünür. Bu yanlışdır. Oogamia eyni forma və ölçüyə malikdir. Xeyr, oogamiyada dişi böyük, hərəkətsiz, erkək kiçik, hərəkətli olur. Bu da yanlışdır. Doğru olanları istədiyinə görə cavab 2, 3, 4 olmuş olur. Sonra keçək 24-ə. Çiçəkli bitkilərdə erkək gametofit mikrospordan əmələ gəlir deyə bilərik. 1. Erkəkcik tozluğunda yetişir, bəli. Onda 24-də cavabımız olar 1, 3. 25. Epiteli toxumasının xoş xassəli şişlərini tapmağımızı istəyir. Burada papiloma viruslarının yaratdığı papilomanı götürə bilərik. Sonra kistaları götürə bilərik. Bir də adenoma götürə bilərik. Cavab olacaq 1, 4, 5. Hansı ki bunları biz 11-ci sinif bölməsində toxumaların bəd xassəli və xoş xassəli şişlərindən
dərs izahı var, oradan baxa bilərsiniz. Hüceyrənin həyat siklində mitozun fazalarında baş vermir. DNT-nin ikiləşməsi mitozun ümumiyyətlə fazasında baş verməyən prosesdir. DNT-nin ikiləşməsi baş verir interfazada. Bölünmə vətərlərinin əmələ gəlməsi baş verə bilər. Sitoplazmanın bölünməsi baş verə bilər, amma mitoxondriyaninki baş verməz. Bu da interfazada gedir. Uyğunluğu müəyyən edin. Ektodermadan endodermadan əmələ gəlmiş epiteli toxumasının növlərindən danışaq. Deməli, əmələ gəlir dəri, nəfəs borusu, burun, bronxlar, sidik kisəsi. Baxaq. Deməli, dəri və burunun belə deyək də ektodermadan əmələ gəlir. Birə götürərik aynan yeni. Sonra bronxlar, sidik kisəsi, nəfəs borusu da endodermadan əmələ gələr. Onda belə B, C, D şəklində yaza bilərik. Növbəti yəqin ki 27 nömrəli sualımız da uyğunluqdur. Baxaq buna. Deyir, spor vasitəsilə çoxalma, tumurcuqlanma ilə çoxalma. Bağırsaq boşluqlarda baş verə bilər. Hidrada, məsələn, tumurcuqlanma. Bir hüceyrəli və çox hüceyrəli yosunlarda rast gəlinir. Sporlarla çoxalma. Süngərlərdə rast gəlinə bilər. Məncə tumurcuqlanma yolu ilə çoxalma. Bunu da götürək bura. Qeyri-cinsi çoxalma formasıdır. Hər ikisi də qeyri-cinsidir. Göbələklər aləminin nümayəndələrində rast gəlinir. Sporla çoxalma da, tumurcuqlanma da göbələklərdə rast gəlinir. Və bu da açıq tipli test tapşırıqlarının sonuncu izahı idi.